Və 57. Ümumiyyətlə bu sual nizamlanıb gələcəkdə elə bir ki, Python mövzusunda funksiyaların işləmə prinsipinin ilkin mənimsədilməsi üçün abituriyentə, yəni abituriyentə yönəlidir. Bu belə formatda inanmıram qəbulda və yaxud miqdar sertifikasiyada sual düşər. Sadəcə sual dediyim kimi gələcəkdə lazım olacaq biliyi formalaşdırandır. Bu bir. Bu qoyduq qırağa. Bunu bir funksiya kimi anlayın, müəllimə. If Hı hı. iş görüldü, elif iş görüldü, else iş görüldü. Fikrim aydındır müəllimə? Bəli, bəli, Riyaziyyatdan biz bilirik ki, mötərizə hesablama prosesində üstünlük sağlayır. Düzdürmü? bəli, Əla. O zaman biz ilk olaraq mötərizə daxili prosesləri icra eləməliyik. Razı? bəli, Əla. 7 3-ü bura göndərsək, onda bu birinci şərt ödəyəcək 7 3 üçün. Razımı? bəli. Okay. Bu da 74. bizə verəcək 2 dənə 7 çıxılsın 3-ü. Razı? Aha, Çox bəli. eğlenceli yazıyorum mən. Ev yox, başa düşdüm. Ha, 2 vurulsun 7 çıxılsın. 11. Bu bizə 11 verəcək. Yəni biz 7 3 proses funksiyasının geriyə return elədiyi kobud Aha, tipli funksiya deyirəm. Sadəcə hə, dediyim kimi gələcəyə köklənməkdən ötürü. 11 dəyəri return edir. Razı? bəli. Eyni proses olaraq 3 5-i göndərsək bura düşəcək. Razı? Aha, 3 5-dən 5 kiçikdir. bizə yenə verəcək. 2 vurulsun 3. 10, Üzərinə yox. gəlirsin 2, 5. 6 üstəgə 5-ə. Bəli, bu bizə yenə 11 verəcək. Razımı? Bəli, Ha, yəni geriyə qaytardığı value aha, müəllimələr qoşuldu. qiyməti. Salam Aygün müəllimə, salam Nərgiz müəllimə, salam Nərmin müəllimə. Suallarınızı birinci mövzudan chatda yazın müəllimələr. Daha adekvat ola biləydi. Deməli, eyni proses olaraq yeganə müəllimə 11 11 Hı bizə -hı. bu halı verəcək. Razısınızmı? Hə, Aha. bərabərdirlər. Aha, bərabərdir. Bunu verəcək. Bu da bizə nə verəcək? Nə verəcək? A1 üstəgələ 1-i. 11 vurulsun 11, 11 üzərinə 11, gəlsin 1. Edəcək 121, 122. hə, Düzdürmü? Mən 124. istərdim ki, bu gün bilirəm vaxtımız salam Nərgiz müəllim, hər vaxtınız bir daxil. Mən istərdim ki, bir indidən nə deyirəm, birinci mövzuda test işləndə o sualın hansı mövzuya toxunduğuna göstərməkdən ötürü bir qayda olaraq keçirik. Keçən səfər mən Günəş Ürvət müəllimə bir şeydə biraz belə deyək də, necə deyək, əsəbləşmiş kimi olmuşdum. Deftlər dedi, yadınızdadırsa. Müəllim, Aha. səhvimiz qırılır amma niyəsə. Bir Məndən deyə dəqiqə. görən Yo, yoxdur. yəqin ki biz tərəfdə Məndə axşamlar belə olur, narahat olmayın. LAN kabelə qoşdum da bundan sonra olmayacaq. LAN qoşuldu mu? dedim bəlkə məndəndir. LAN qoşuldu mu? Bir dəqiqə. Okey, LAN qoşuldu da olmayacaq. Deməli, elə bil ki bu bir funksiyadır müəllimə. İndi qırılır mı yoxsa yox? Yox, indi yaxşıdır. Ha, da Bayaq qırılmayacaq. Fikrimdən bəlkə çıxmışdı. amma başa düşmədim. Nə demək istəyirdiniz? Mürvət mənim dediniz, başqa heç nə eşitmədim. Hə, Mürvət Ürvət nədir? müəllimə deflər, deftə belə bir şey dedi. Mən dedim, def isim deyil. Hə, Yadınızda bəli, bəli. baxın bir dənə function yaradıram. FK olsun bunun adı. Bu bizdən iki dənə value alacaq, parametr daha doğrusu alacaq A, B. Aha, Elə bir ki, əgər A B-dən böyükdürsə, əks hə. halda əgər Hı əks -hı. halda əgər deməli A B-yə bərabərdirsə və else. Hı -hı. Else siləcəm mən əslində sonradan. Deməli, burada bizə return edir, geriyə dəyər qaytarır. Nəyi, müəllimə? Aa, birincidə nəyə geriyə Yazıram. qaytarırdı? 2 açıq B, 2 açıq B-ni. Aha, köməkliyi göstərsə sevinirəm. Aha, 2 açıq B. B. Burada return eləyir, edə bir ki, 2 dənə A üzərinə gəlinsin 5, düzdürmü? Else Bəli, 2A üstəgələ yo, 2 yo, üstəgələ burada yox. 2A Burada, üstəgələ B, 2A burada üstəgələ B. A vurulsun B. 2 vur 3, 2A üstəgələ B. Baxa bir də. 2A üstə gələr B. Düz. Bərabər olanda amma AB üstəgələ 1 idi müəllim. Aha, bəli, indi Bərabər olanda düzlədik. Belə də nə idi? 2A üzərinə gəlməsin B. Düzdürmü? B. Bəli. Aha. Ümumiyyətlə deyim ki, burada ESC silə bilərəm. Yəqin ki, bundan məlumatlısınız. Vaxtı gələndə vurğulayacağım bu şeyi. Yəni belə yaza bilərəm. Zaten funksiya bir dəfə geriyə return edir deyə. Hə, Aydındır. Burada hə. kobud
dıq qalmasın deyə bir də mən else yazıram, kommentdə saxlayıram ki, Hı bilək ki, bura gəlib çatanda çata bilməsi üçün bu şərtləri ödəməməlidir. Çünki funksiya geriyə bir dəfə geri dəyər qaytarır. hı. Yenə bir kobud dillə dedisi print bizdən belə deyək, FK funksiyası birinci dəyərlər nə idi müəllimə? Hı. 7 3 sonra 3 5 düzdürmü? Bəli, bəli, 705. FK 7 3 7 3 sonra FK 3-5. 3 5 Sonra 11-11. bunların özlərinin də bir FK-nın içindədirlər deyə başa düşə bilərik. Hı hı. Anladım. Okey. Baxın, bu prosesi xarakterizə edən bir prosesdir. Okey. Proqramın Fikrim yazsaq. aydındır mı müəllimə? Bəli. Aha. Ə, Proqram şəklində yazsaq bu şəkildə olur da onda. Bəli, bəli, bəli. O Hı. bir funksiya deyə bilərik də. Pis Bəli. kobudluq olar funksiya demək, amma deyirik. Belə bir şey. Yoxlasaq həqiqətən biz ə, niyə 25? Deməli nəsə səhv elədik müəllimə. A B-dən böyükdürsə 2A çıx B. Hə, Aha. burada B-dir. B-dir. 1 yox, Aha, B, 1. aha, aha. Aha. 122. Aha. Okeydir. Gördük. Bəli. Aha, əla. Mən bacardıq qədər hər tərəfli ifadə etməyə çalışacağam hər şeyi. Deməli, qayıdaq 23-cü